Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində 4 nömrəli orta məktəbə yaxın bir ərazidə, yəni Şahsevənlər küçəsində 3,2 sot torpaqda bir böyük sal, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiyməti 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda siz darvazadan giriş hissəsini görürsünüz. Onu da deyim ki, bax bu həyət evi döngədə yerləşir, tüpükdə yerləşir. Yəni Sovet maşını ancaq daxil olur. İnamarkalar, böyük inamarkalar döngəyə daxil olmur. Bura isə deməli badvallarından biridir. 6-nın 4-dədir. Kürsülüdür, 2 qat kubiklə hörülüb. Qarşıda isə ikinci badvaldır. 4-ün 4-ə. Yenə təkrar edirəm. Deməli Gəncə şəhərində 4 nömrəli orta məktəbə yaxın, eyni zamanda Şahsevənlər küçəsində yerləşən meçidə yaxın bir ərazidir. 3,2 sot torpaqda yerləşir. İpoteka yararlıdır. Yəni 1981-ci ildə tikilib bu həyət evi. Hal-hazırda siz qarşıda deməli hovuzu görürsünüz, su basenisini 4 tonluqdur, 2 tonluq su bakı var. Burası hamamıdır. Gördüyünüz kimi təmirlidir. Bax bu cürdür. Sənəd çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur. Videoları bəyənin, inisiyə daxil oluram. Bax bura deməli navisin alt hissəsi kimdə başa düşmək olar. Yəni bu cürdə var. Bax burada belə bir letni mətbəx kimdə başa düşmək olar. Yenidən mən sizə navisin alt hissəsini göstərdim. İnisiyə daxil oluram. Zalın uzunluğu 15, eni 4,5-dır, təmirlidir. Polu möhkəm materialdır. Solda mətbəxi yerləşir. Bax mətbəxi gördüyünüz kimi həqiqətən böyükdür. 4-ün 4-dədir. İndi isə yenidən mən sizə deməli zalını göstərəm. Zalın uzunluğu 15, eni isə 4,5-dır. Qarşıda gördüyünüz otağın ölçüsü 6-nın 5-ədir. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Başqa regionlar üçün də deyim ki, 4 nömrəli orta məktəb, eyni zamanda Şahsevənlər küçəsi Nizami Kino Teatrına yaxın bir ərazi kimdə başa düşmək olar. Eyni zamanda Xan bağına yaxın bir ərazidə demək mümkündür. Yenə təkrar edirəm, başqa regionlar üçün bu sözlər dedim. İndi isə mən sizə deməli ölçüsünə görə ən böyük otağı göstərirəm. 8-in 5-ədir. Bax bu cür böyükdür, təmirlidir. Qiyməti 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm. Deməli döngədə yerləşir, tüpükdə yerləşir. Sovet maşını daxil olur. Yəni 07-06 bax belə maşınlar daxil ola bilər. Bundan başqa ipotekaya yararlıdır. Yəni 1981-ci ildə tikilmiş həyət evidir. Sizlərə uğurlar.